Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala Muhammedin ve alihi tahirin. Ve ravedethu leti huve fi beytiha en nefsih ve gallagatil ebvab. Hz. Yusuf'i Kur'an'da cərəyanını, hadisələrini ərz eləyirdik. Hz. Yusuf əleyhissalam neçə etap yaşayışında indi Misirdə Əziz-i Misrin evində yaşayır. Allah-u Teala bunu quyudan çıxartdı, çətinliklərdən çıxartdı, bir rahat yaşayışa, amma ayrı unvanda, qul unvanında gətirdi Əziz-i Misrin və Züleyxanın evinə. Burada yeni bir imtihan biləsinə üzbəyiz oldu. Hər etabla ki üzbəyiz olur hadisələrdə, bəşər öz istedadını üzə çıxardar. İnsanın öz daxilində, fitrətində fidanlar var, nəhallar var. Bu fidanlar və nəhallar hadisələrdə ağac olar. Səbr, təqva, iffət, təvazukarlıq, elm, hikmət. İnsan hadisələrdə olar muttəqi, təqvalı. Hadisələrdə olar həkim, hikmət bilən, hikmətli yaşayan. Hadisələrdə olar əlim, hadisələrdə olar sabir, səbur. Hadisələrdə olar əfif, iffətli, həyalı. O hadisələrdir. Bu fidanları insanda becərdər və insan bu mənəvi dəyərləri özündə üzə çıxardar. Dünyada insan hadisələrlə üzbəyüzdə rüşd eləyər və inkişaf eləyər. Hadisələrdə reaksiyası bunu tənəzzülə aparar ya tərəqqiyə və inkişaf aparar. O hadisələrdən də biri Hz. Yusuf'in Züleyxanın evində, Əziz-i Misrin evindəki hadisələrdir ki, günaha dəvət elədilər və öz təqvasını, paçlığını qorudu, saxladı. O cürü ki, burada izah olunur Quran ayələrində, ayə 22-də, 23-də buyurur ki, Ravedethu ləti huvə fi beytə. Əvvəla, Quran bu hadisələrdə ki, tənha yerdir ki, məcazi eşqi gətirib danışır. Bir ilahi bir eşqi var. Allaha insan aşık ola, məşuqı Allah ola. Bir də insan nəfsinə uyğun, şəhvətinə uyğun eşq biləsində yarana. Və bu tənha yerdir ki, Quranda bu hadisələr istəyir nəql eləsin. Ayrı ilahi eşqlər Quranda Allah məhəbbəti adı ilə, Allah oliyaları adı ilə çox yerdə gəlib. Amma bu fəqət bu ayələrdə var. Allah-u Teala burada həyanı qoruyubdur. Yəni, çox çılpaq formasında hadisələri nəql eləmir. Bu böyük bir nüktədir, mesajdır. İnsan əgər bir kinoyu çəkir, əgər bir senaryoyu yazır, əgər bir teatri bu sahədə istəyir düzəssin, bərpa eləsin, dini teatr, dini kino və insani bir kino budur ki, kəlmələr də çılpaq, o şəhvət kəlmələri olmuyor. Necə ki, hadisələr də çılpaq hadisələr gərək olmuyor. İnsan belə deyir ki, məqsəd vasitəni bəraət qazandırır. Mümkündür bir kinoda məqsəd bu ola ki, mən istəyirəm ailə məhəbbətini çatdıram, mən istəyirəm
ailədə o səmimiyyəti, eşqi çatdıram. Amma bunun mənası bu deyil ki, hər vasitə ilə bunu çatdıram. Çılpaq formada da bunu vasitələrlə çatdıram. Allah-u Teala burada bu məsələni mesaj olaraq bizə izah edir. Görürsən, hətta Züleyxanın adını bir ayrı forma deyir, ad demir və bundan bir ayrı nüktə də istəyir izah eləsin. Buyurur, Əlləti huvə fi beytiha. O xanım ki, Yusif onun evindeydi. Əvvələn Yusifin işinin dəyərini çatdırır. Yəni Yusif onun evindeydi. O həmişə Yusif ilə əlaqəsi, ünsiyyət tapa bilərdi, gedib gəlirdi, danışırdı. Yusif onun kənarındaydı, o Yusifin kənarındaydı. Bu istəyirsin Yusifin günahdan özünü saxlamağı əhəmiyyəti budur ki, həmişə o ki, fikri var idi Yusiflə günaha düşsün, o Yusif onun evindeydi. Hətmən müxtəlif formalarla Yusif eləyə bilərdi Allahsın. Necə ki, kəlmə ravədət mənası budur. Ravədət yəni gedib gəlmək. Özü də məhəbbətli gedib gəlmək. Lətafət ilə, incəliqlə gedib gəlmək. Yəni Yusifi bir növ məhəbbətini, qəlbini özünə tərəf yönətmək siyasəti ilə. Və istəyir Yusifin eyləsin, ravətət o ən-nəfsi. Özündən çətsin özünə tərəf. İnsan özünü unutmağı baş versə, onda bir sıra aşağı dəyərlərə qəbul edir. İnsan öz ülviliyini, öz uca ruhunu, mələkuti varlığını unutsa, ondan sonra günah eləyər. Deyir, bu istəyirdi Züleyxanın məqsədi bu idi ki, bu ruhuna, ruh mənəviyyətinə, ruh inkişafına, bu terminlər həyatında onun olmasın. O termin olsun ki, bədən gözəlliyi və bədənin aid məsələlər çılpaq şəkildə ona məşğuliyyət olsun. Züleyxanın məqsədi gedib gəlməkdən bu idi. Ən-nəfsihinin mənası budur. Ğəlləqətil əvvab. Qapıları da kamilən bağladı. Məlumdur, bir qapı da idi, qapılar idi, kamil bağlamaq idi və qalət hitələk. Və qapılar kamilən bağlanandan sonra Züleyxa özü dedi, mən günaha hazıram. Mərhum Əllamə bu ayələrin izahında 12 dana səbəb gətirir ki, 12 səbəb Yusifi təslim eləməyə səbəb idi. Yusif cavan idi, Yusif qul idi, Yusif qərib idi. Züleyxa şəhərin ən tanınmış sima baxımından gözəli idi. Züleyxa istəyən idi. Ondan bu istək baş vermişdi. Muravidə eləyirdi. Muravidə bu ayənin, yəni gedib gəlirdi. Belə deyirdi ki, ayrı yerdə yaşasınlar. Və hətmən müxtəlif üslublarla, cəzb edici üslublarla istəyirdi cəzb eləsin. Bu ğəlləqətil əvvab, yəni xəlvət yeri ayrıdır. Bunlar hamısı hərəsi Yusif Peyğəmbərin təslimliyinə bir səbəb idi. Amma Həzrət Yusif bu işi görmədi. Buyurdu, məazəllah. Əcib sözdür. Bir budur ki, insan deyə mən qorxuram əzizi Misridən, bu adamdan qorxuram. Bir budur ki, deyə mən cəhənnəm otundan qorxuram. Bir budur ki, deyə mən cənnətə, savabdan məhrum olmaqdan nigaranam. Yox, deyir, mən Allah mənə mühimdir. Allaha pənah aparam. Hətta Allaha pənah incəliyi budur. Məryəm surəsində vaxtı Cəbrail insan şəklində Məryəmə üzbəyiz oldu, Məryəm buyurdu, Əuzu bir-Rəhman, mən pənah aparıram Allaha. Orada mən sözü var. Amma Yusif Peyğəmbərin cümləsində Əuzu deyil, məazəllahdır. Yəni Allaha pənah. Daha mən pənah aparam, mən yoxdur. O qədər Allah məhəbbəti, Allah eşqi Yusifin qəlbində dolmuşdu ki, əslən mən yox idi.
mən pənah aparıram deyil. Allah pənah. Allah pənahdır. Burada iki dənə eşq üzbəyüzdür. Bir heyvani eşq, nəfsi eşq Züleyxanda idi. Bir Allah məhəbbəti, ilahi eşq Yusifdə idi. Belə də idi ki, Yusif imtina eləməyi bu xatirə idi ki, istəyirdi uzaqlaşdırsın. Çünki yer yox idi Yusifin qəlbində. Yusifin qəlbi Allah məhəbbəti ilə dolmuşdu. İnsan aşıqdır, məşuqu fərq edir. İnsan həmişə aşıq yaranıb. Kim məşuqudur mühimdir. Və Yusif istəyir desin, mənim məşuqum məazəllah. Allaha pənah. Məlumdur, Allah məhəbbəti insanın qəlbində nə qədər çoxalsa, yerləşsə, insan nə qədər Allaha mərifət tapsa, mərifətin davamında məhəbbət yaransa, eybələm ruh böyüyər, eybələm insani dəyərlər, bunda ucalar, ilahi dəyərlər baş verər və heyvani istəklərdən ki, günah da kənarında ola uzaqlaşar. Əlbəttə, İslam istəmir insan nəfsini öldürsün, istəyir nəfsini kontrol eləsin. Bu bir başqa bəhsdir. Hər halda qol məazəllah. İnnəhu Rəbbi əhsənə məsvaya. Bunu deyəndən sonra Allah, Həzrəti Yusif belənci bir cümlə deyir bu xanıma. Deyir, mən ki dedim Allaha pənah, o mənim Rəbbimdir. Burada əcib söz deyir. Yəni istəyir Züleyxaya çatdırsın ki, bu ki siz məni böyütdünüz, qul kimin aldınız, sizin evinizdə böyürəm, siz səbəbsüz, vasitəsiz, əsli mənim Rəbbim o Allahdır. Yəni mən sizi bir ərxi kimin görürəm, bulaq deyilsiniz siz. İnnəhu Rəbbi, odur mənim Rəbbim. Yəni bu hadisələrin içində, buhranların içində ilahi məhəbbət, ilahi mərifət unudulmayıbdır. Bir nüktə də burada maraqlıdır. O da budur ki, vaxtı Yusifi aldı Əziz-i Misr, ayə 21-də xanımısına belə dedi ki, əkremi məsvah. Bunun o məqamını, yerini şər-ali cənab kimin qoru. Amma burada Yusif özü demir. Deyir, əhsənə məsvah. Nə fərqi var? Əkrəmə sözü orada işlənər ki, bir nəfərin simasından ali cənablıq bilinə, ona deyək ki, bunun hörmətini saxla. Yəni bunun qabiliyyəti var, görsənir, bu hörmətini saxla. Əhsənə bu ki, yox, əsən Allah-u Mutalın müqabilində Həzrəti Yusuf desin, mən heç nə yoxumdur. Hər nə var ehsandır Allahdan. Hər nə var Allahdan mənə bəxşişdir. Nəyin ki, mən ona haqqım var, mən ona müstəhəqqəm. Kəramət sözündə, əkrəm sözündə hörmətin saxla. Ehsan sözündə, yəni buna ehsan elə. Mümkündür bunda heç nə hörmət də içində özünə inanmaya. Necə ki, bəşər Allahın müqabilində gərək belənci baxış ola. Ona görə Həzrəti Yusif deyir ki, o mənim Rəbbimdir. O mənə hər nə verib, o veribdir. Özdən mənim buna liyaqətim yoxdur, hər nə verib, o veribdir. Tohid bəhsini, Allaha məhəbbət bəhsini burada Züleyxaya vurğulayır. Bunu istəyir Züleyxa məsələsini Allahla tanış eləsin. Bir növ bu hadisənin içində istəyir onu da yönəssin Allaha tərəf. Günahkarla insan düşmən olmamalıdır. Günahla düşmən olmalıdır. Günahkarı yönətməlidir paçlığa və yolda budur ki, Allah məhəbbətini onda yerləşdirməlidir, təzriq eləməlidir. Ona görə Həzrəti Yusif
bu hadisənin buhranın içində belənci danışır. Məazəllah. İnnəhu Rabbi əhsənə məsvaya. Bunlar görürsünüz ki, İnnəhu la yuflihuz zalimun. Davamında buyurur ki, zalim heç vaxt nəcat tapmaz ha. Burada bəzi təfsir alimləri zalim sözünü, yəni bu ki mən xiyanət eləyəm, zalim olam, sənin həyat yoldaşı var, nəcat taparam. Amma bu məqam tövhid məqamıdır. İstəyirsin, mən heç vaxt Allaha zülm eləmərəm, özümə zülm eləmərəm. Bilirəm, o ki özünün ülviliyini yendirsə şayə, o ki Allahdan məşğuliyyətini həyatında silsə, bu nəcat tapmaz. İnnəhu la yuflihuz zalimun. Bu hadisələr göstərir ki, Hz. Yusuf Allah məhəbbəti ilə günahdan xəlas oldu. Peyğəmbərlərin dəvəti, ilk dəvəti bu deyil ki, oddan qorxun, cəhənnəm var. İlk dəvəti bu deyil ki, cənnətə şoğulanın, behiş var. Behiş, cəhənnəm deyil ilk dəvəti. Eyni halda ki, cəhənnəm də var, behiş də var. İlk dəvəti Allahdan utanındır. İnnəhu yəra. Allah görür. İlk dəvətləri budur. Allah'ı həyatınızda görün. Allah'la utanın Allah'tan. Bu ilk dəvətləridir ki, Allah məhəbbəti, Allah mərifəti səbəb olur insan Allah'tan utansın və bununla özünü günahlardan xəlas edəsin. Esselamu aleykum, rəhmətullah və bərəkatuhu.